Şeytanın deməli vəsvəsəsindən qorunmaq və həmçinin insanın öz nəfsini qorumaq üçün olan səbəblərdən, qardaşlarım, namazdır, ibadət. İbadət insanı qoruyur. Əgər sən bu günlərin namazını qoruyursansa, o namaz səni qəbirdə qoruyacaq. O namaz səni axirət günü qoruyacaq. O namaz səni bu dünyada vəsvəsələrdən qoruyacaq. Həm insanlardan olan vəsvəsələrdən, şərdən, həm də cinlərdən, şeytanlardan olan şərdən, vəsvəsədən qoruyacaq. Namaz dinin dirəyidir. İnsan namaz qılmaqla Allah Taala onu qoruyur. Baxın, görün Allah Taala bu ibadətləri necə təyin edib? 5 dənə namaz gündəlik. Hamısının öz vaxtı var. Allah Subhanahu taala elə təyin edib ki, sən bir namazdan sonra o biri namaz arasında hansısa bir günahlara yol verirsənsə, yenidən gələrsən, zöhr namazı vaxtı çatır, Allahu Əkbər, təkbir gətirib dayanarsan Allahın qarşısında səcdə edən Allahdan bağışlanma deyirsən. Sonra görürsən üstündən biraz keçir, o arada nə günahlar, xətalar edirsənsə, əsr namazında yenidən durursan Allahın qarşısında, yenidən istiğfar, Allahdan bağışlanma. Təsəvvür edin ki, bu 5 dənə namazı olmayan insan nə edir? O günahları rahat şəkildə də gedir. O günahları rahat şəkildə də eləyir. Çünki onun yönələcəyi, səcdə edəcəyi, Allahdan bağışlanma dilənəcəyi yeri yoxdur axı. Amma sənin üçün Allah Taala elə qurub ki, sən hər neçə saatdan bir Allahın qarşısında əyilirsən. Ondan bağışlanma diləyirsən, istiğfar diləyirsən.